Migren də bax dediyimiz kimi Oynaq ağrılarını doktor qəşəng müalicə edir. Ha Can Orxan? Tamam, yaxşı. orada çox gözəl əsas orada odur ki, iynə dərman effekt vermir. İstər auralı migren olsun, ən çox musiqiçilərdə olur. Səsə güclü işığa həssas olurlar. Bəzən görürsən ki, görmə zəifləyir, əsəblər pozulur, yuxu pozulur. Sonra ağrı o qədər şiddətli olur ki, heç bir iynə dərman kömək eləmir və bəzən çox şiddətli ağrı olanda ürəkbulanma verir, qusma verir. Yəni bir mənalı şəkildə insanlar həyatdan bezirlər, yaşamaq istəmirlər. Orada gəlirlər doktor Seyfəddin klinikasına, təbii sullarla, yəni iynə dərmanla dediyim kimi onun müalicəsi hələlik yoxdur. Təbii sullarla müalicə alırlar, təbii əvvəldən qeyd elədiyimiz kimi arı zəhəri, arı məhsulları, zəli, məcunlar, məlhəmlər, bitkilər, baş ağrısından azad olursunuz. Migren tək ağrı bəzən ağrısız göstərir. Başda səs olur və baş gicəllənmə olur, sıxılma olur başda. Yəni migrenin digər formaları da var. Və yaxud da ki, görürsən alından tutur, gözünə vurur və yaxud da gözüm az qalır, çıxsın yerindən, ürək döyünən kimi gözüm döyünür. Yəni müxtəlif formalarda özünü göstərir.